Aşağı faizli aqrar kreditləri necə almaq olar? Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin istifadə istiqamətləri belədir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, suvarılan torpaqların meliorasiyası təchizatının yaxşılaşdırılması, yeyinti məhsulları sektorunun modernləşdirilməsi, kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması, özəl damazlıq təsərrüfatlarının yaradılması, inkişafı və aqrar sektorun digər sahələri. Kredit vəsaitlərini 200 min manatadək əldə etmək olur. Kredit vəsaitlərinin istifadə müddəti isə 2 ildən 5 ilə qədərdir. Qaydalara görə müvəkkil kredit təşkilatlarının agentliyin kredit vəsaitlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7%-dən artıq olmamalıdır. Aqrar Kredit və İnkişaf Agentliyi.